Futbol Bizonla daha heyecanlıdır. Mən vaxt itirmədən heyətlərlə sizi tanış edim. Qonaq komandanın başlayaq. Baku Sporting bugün A game-də çıxış edir. Qapını Cəfər Əlizadə qoruyacaq. Və Şamaxı Baku Sporting maçı başladı. Bizon Azərbaycan kubokunda. Obi çevrildi. Müdafiənin arxasına ötürmə. Offside var mı? Bəli, var. Gol sayılmayacaq. Bayraq qalxmışdı. Yan xət hakimi bayrağını qaldırmışdı. İnqilab Məmmədov da ona görə qolu saymır. Amma maraqlı hücum izlədi Baku Sportingdən. Hüseyin Babayev qarşıladı. Durduğu yerdə topu itirdi. Eyşan Abdullayev və Edgar'ın... Emin Süleymanov. Emin'in ötürməsi. Sənan. Zərbə mövqeyə çıxdı. Sənanın zərbəsi top qapının üstündən keçdi. İlk dəfə bu qədər qola yaxınlaşdı Şamaxı. Sənanla, Sənan Muradlı. Lukas Stefanovic. Xəyyamın ötürməsi. Lara inamsız oynadı. Obovin zərbəsi. Yaxşı alınmadı. Rafael'in asması. Şuaybudan aşırı. Estetik zərbə. Rüfət'in ötürməsi. Kerim Rossi vura bilmədi. Qarşılıqdır. Penalti, bəli, penalti göstərdi. Şuaybunu yıxdılar sarı vərəqə. Hüseyin Babayevə göstərilir. İnqilab Məmmədov tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. Epizoda çox yaxın idi maçın başı hakimi. İşarə verildi. Ricardo Apolinario. Cəfər Əlizadə qapıda. Apolinario topa yaxınlaşır. Ricardo Apolinario Cəfər çıxartdı. Cəfər penaltini xilas etdi. Cəfər Əlizadə. Hücum davam edir yenə Cəfər. Bu dəfə Rossiya imkan vermədi. Cəfər Əlizadə komanda yoldaşlarını öpüb barlarına basırlar. Cəfər Əlizadə. Şamaxı 100%'li gol vəziyyətindən istifadə etmədi. Mükəmməlsən Cəfər. Şamaxı təzyiqi artırıb. Şuaybu zərbəsi gol! Abdullah Şuaybu. Şamaxı penaltidən vura bilmədi. Oyundan vurdu. Abdullah Şuaybu. Qüvvətli, qarşısalınmaz zərbə. Cəfər xilas edə bilmədi. Pablo, bəli, qapıya vurur ancaq zərbə yaxşı alınmadı. Zəif alındı. Top sol cinaha. Rüfət. Ötürmə uzaqdır ya. Şuaybu. Pablo çevrildi. Lukas Stefanovic. Stefanovic'in zərbəsi. Çox təhlükəli idi. Rafael Pablo Henrique'dən yayındı. Ötürməsi. Stefanovic. Rossi'nin akrobatik zərbəsi. Rüfət Abbasov. Topu havalandırdı. Baş zərbəsi. Top qapının azacıq yanından keçdi. Samir İbrahimov. Ötürmə verdi. İlham Allahverdiyev baş zərbəsi. Offside var idi. Bəli, oyundan kənar vəziyyət. Və İnqilab Məmmədov maçı bitirdi. Bizon Azərbaycan kubokunda 8-də 1 final mərhələsində